Dəvə Səmudlular arasında bir müddət yaşadı. Səmudlular daha da azğınlaşdılar. Onlar Salihi öldürmək üçün plan qurdular. Amma əvvəlcə dəvəni öldürmək istəyirdilər. Çünki dəvə onların suyuna ortaq olmuşdu. Həm də onlar dəvədən qorxduqları üçün dəvə onları çox narahat edirdi. Hər dəfə onu görəndə düz yolda olmadıqlarını hiss edirdilər. Çünki qayadan dəvə çıxması möcüzəsini yalnız Allah edə bilərdi. Səmudlular: Salih doğrudanmı Allahın elçisidir? Xeyr, o da bizim kimi bir insandır. Peyğəmbər deyil, bəlkə də sehirbazdır. Öz sehri ilə dəvəni qayadan çıxarıb. Dəvə də sehirli dəvədir. Ona görə də onu öldürməliyik, deyirdilər. Beləliklə günlərin bir günü Səmudlulardan zalım birisi dostları ilə birlikdə dəvəni öldürmək üçün plan hazırladı. Onlar quyudan su içərkən dəvənin diz vətərini kəsdilər. İnananlar dərhal qaçıb gəlsələr də dəvə artıq yerə yıxılıb ölmüşdü. Dəvə öldürüləndən sonra dəstədən bir nəfər Salih Peyğəmbərin yanına gələrək: "Tez özünü yetir, dəvəni öldürdülər," dedi. Həzrəti Salih dərhal dəvənin öldürüldüyü yerə gəldi. Gedin görün dəvənin balası haradadır. Arxasınca düşün. Əgər ona çata bilsəniz, Allahın sizə əzab göndərməsinə ümid var, dedi. Onlar dəvənin balasını axtarmağa başladılar. Bala dəvə çox da hündür olmayan dağın üstünə çıxdı. Salih Peyğəmbəri görən dəvə ağlamağa başladı və 3 dəfə böyürdü. Salih qövmünə: Yurdunuzda 3 günlük ömrünüz qaldı. Sonra həlak ediləcəksiniz. Bu elə bir vəddir ki, yalan çıxmaz.